Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Bugün biz sizinlə testlərin izahına baxacağıq. Deməli, keçək testlərimizin izahına. Birinci sualımız belədir ki, verilən situasiyalar haqqında biri yanlışdır. Müəllim, uşaqlar, gəlin pəncərədən çölə baxaq. Ağacların yarpaqları saralıb, yerə tökülür. Sizcə nə üçün havalar soyuduqca yarpaqlar rəngini dəyişir? Uşaq cavab verir, çünki günəş bizə az qızdırır. Müəllim deyir, möhtəşəm müşahidədir. Bəs payızda başqa hansı dəyişikliklər görürsünüz? Uşaq deyir ki, quşlar da isti ölkələrə uçub gedirlər. Müəllim deyir ki, bəli, doğrudan da belədir. Bəs bu quşlar ora necə gedir? Artıq burada deyir ki, yanlışdır. Uşağın bu cür dialoqu iştirakı onun idraki inkişafı və təfəkkürünə müsbət təsir göstərir. Deməli, baxın, təbii ki, uşaqların müəllim sual verir burada. Ağacların yarpaqları sarılıb yerə tökülür. Sizcə nə üçündür? Müəllim burada uşaqlara sual verir. Uşaqlar da cavabını verirsə, bu idraki inkişafı üçün müsbət təsirdir. Həm də bunun təfəkkürünü inkişaf elətdirir. A variantı yanlış deyil, götürdük. B variantında situasiya uşaqda ətraf aləmlə tanışlıq və müşahidə bacarıqları formalaşdırır. Təbii ki, burada müəllimin uşaqları gəlin pəncərədən çölə baxaq, ağacların yarpaqları sarılıb yerə tökülür deməsi ətraf aləmlə tanışlıq məşğələsinə daha çox bənzəyir. Bu da doğru cavab ola biləcək. C variantında deyir ki, müəllimin yönəldici sualları uşağın yalnız emosional iradə sahəsinin inkişaf etdirmə hədəfləmişdir. Burada emosional iradə inkişaf sahəsi yoxdur. Burada hansı inkişaf? İdraki inkişaf sahəsidir. Yalnız emosional deyil. Ona görə də C variantı yanlış cavabdır. C variantını götürürük. Səbəb-nəticə əlaqəsi var, doğrudur. Y variantı da doğrudur. Doğru cavab burada C-dir. Növbəti suala baxaq. Növbəti sualımızda belədir ki, bağçada tərbiyəçi məşğələ zamanı bəzi uşaqların tapşırıqları rəsm çəkərək, bəzilərini isə nağıl uyduraraq, digərləri ilə plastinli model düzəldirək daha yaxşı mənimsədiyini görür. Və onların bu maraqlarını nəzərə alaraq fəaliyyəti planlaşdırır. Söhbət burada marağın nəzərə almaqdır. Uşaqların marağını nəzərə aldı deyə, burada cavabımız uşaq yönümlülüyü prinsipi olacaq. Ona görə də cavab B variantı olacaq. Demək, əvvəlkində C variantı, burada isə B variantı uşaq yönümlüydür, çünki marağını nəzərə alıb. Növbəti suala baxaq. Deyir ki, bu prinsip uşağın ətrafda baş verən hadisələrin daxili mənasını, səbəbini, mahiyyətini anlamasıdır. Məsələn, buzun günəş altında niyə əridiyini. Aha, burada söhbət nədən gedir? Uşaq anlayırsa, dərk edirsə, deməli, burada idraki inkişaf sahəsidir. Niyə görə? Çünki burada idrak var, anlamaq. İdraki inkişaf həm də idraki bacarıqdır. Biz demişdik ki, anlamaq, dərk etmək idraki bacarıq olduğu üçün cavabımız hansı prinsip olacaq? Şəxsiyyət yönümlü prinsipi. Çünki idraki bacarıq oradadır. Növbəti sual. Məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, müasir cəmiyyətin və dövlətin fərdin dəyişən tələbləri. Tələbləri varsa, təbii ki, cavab tələb yönümlü prinsipidir. Növbəti sualımıza baxaq. Deyir ki, tərbiyəçi sinifdə müxtəlif xalqların milli geyimlərini, musiqi alətlərini və nağıllarını uşaqlara təqdim edir. O, uşaqları hər bir xalqın özünə məxsus dəyərləri olduğunu və bunlara hörmətlə yanaşmağa vacibliyini aşılayır. Tərbiyəçi hansı prinsip və inkişaf sahəsini nəzərə almışdır? Burada tolerantlıq var. Baxın, müxtəlif xalqların milli geyimlərini, musiqi alətlərini, nağıllarını uşaqlara təqdim edir. Uşaqların hər bir xalqın özünə məxsus dəyərləri olduğunu, bunlara hörmətlə yanaşmağın vacibliyini aşılayırsa, burada söhbət tolerantlıqdan gedəcək. Tolerantlıq olduğu üçün sosial emosional inkişaf sahəsidir. Sosial emosionaldır, tolerantlıq sosialdır. Bir dəqiqə. Aha, deməli, tolerantlıq sosialdır. Müxtəlif xalqların milli geyimlərdə, musiqi alətləri və nağıllarını uşaqlara təqdim edir. O, uşaqların hər bir xalqın özünə məxsus dəyərləri olduğunu və bunları hörmətlə yanaşmağın vacibliyini aşılayır. Burada sosial emosional inkişafdır, tolerantlıqdır. Müxtəlif xalqların milli geyimlərinə də ayrı-seçkilik yanaşmır. O da olacaq dünyəvi. Cavab dünyəvilik və tolerantlıq, dünyəvilik və sosial emosional inkişafdır. Cavab D variantıdır. Deməli, bu sualda cavab variantımız D variantı olacaq. Növbəti sual.
Öyrənmə prosesində dil və nitq inkişafı, riyazi təfəkkür, fiziki hərəkətlər və təsviri fəaliyyət vahid bir mövzu. Bura nə olur? Həm dil, həm nitq inkişaf, həm riyaziyyat hamısı bir yerdə olur, birləşir. Bu birləşmə isə inteqrativlik prinsipidir. Cavab burada C variantıdır. Ola bilər ki, cavablarda səhvlik olsun. Burada cavab C variantıdır. Yadda saxlayın. Sonra uşaqların həkim, müəllim və sürücü rolu oynayaraq böyüklərin davranışlarını imitasiya etməsi, rolu oyunlar var. İmitasiya həm şəxsiyyət yönümlü prinsipidir, psixomotor bacarıq kimi, həm də inteqrativlik prinsipidir. İndi burada cavabımız şəxsiyyət yönümlü prinsipidir. İmitasiya da hərəkətlə bağlıdır. Bu da olacaq fiziki inkişaf. Deməli cavabımız D variantı olacaq. Yoxsa A variantı. Rol oyunlar canlandırıb, imitasiya etməsi, rol oyunlar canlandırıb, burada estetikdir də. Estetik inkişaf kimi götürülüb. Bəli, uşaqların rol oyunlar canlandırması, hərəkət var, düzdür, amma burada yaradıcılıqdan söhbət gedir. Yaradıcılıqdan söhbət gedir deyə estetik yaradıcı inkişafdır. Deməli, cavab A variantı olacaq. Uşaqların həkim, müəllim və sürücü rolunu oynayaraq böyüklərin davranışını imitasiya etməsi, rollu oyunlar vasitəsilə öz duyğularını ifadə etməsi hansı bənddə düzgün göstərilmişdir? Cavab olacaq A variantı. Növbəti sual. Məktəbəqədər müəssisədə uşaqların yaşını, fərdi xüsusiyyəti, yaşı, fərdi xüsusiyyəti, meyl və marağı var idisə, avtomatik olaraq cavab variantımız olacaq uşaq yönümlü. Açar sözümüz meyl və maraqdır. Yadda saxlayın, bax, meyl və maraq varsa cavab uşaq yönümlüydür. Bağçaya yeni gələn valideynindən ayrılarkən ağlayır və həyəcan keçirir. Tərbiyəli uşağa yaxınlaşır, onu qucaqlayaraq hisslərini anladığını bildirir və təhlükəsiz mühitdə olduğunu hiss etdirir. Tərbiyəçinin əsas məqsədi nədir? Uşaqlara təhsil tələbatını ödəmək, uşağın sosial bacarıqlarının inkişafıdır, onun hisslərinidir. Yəqin ki. Uşağın psixoloji mühitini düzgün. Burada uşaq nə edir? Baxın. Deyir ki, bağçaya yeni gələn uşaq valideynindən ayrılarkən ağlayır və həyəcan keçirir. Uşaq həyəcan keçirir, yəni psixologiyası pozulur. Tərbiyəçi uşağı yaxınlaşıb, onu qucaqlayaraq hisslərini anladığını bildirirsə, burada cavab olacaq uşağın psixoloji mühiti düzgün qurmaq, yəni uşağı adaptasiya etmək. Ona görə də cavab olacaq Y variantı. 10-cu sual. Müəllim təşkil etdiyi dünya xalqlarının mətbəxi tədbirində uşaqların valideynlərlə bir yerdə müxtəlif ölkələrin yeməklərinin hazırlanmasını təmin edir. Burada da müxtəlif xalqlar var, yəni ayrı-seçkilik qoymur uşaqlara qarşı, dünyəvilik prinsipidir və tolerantlıq var. Ona görə dünyəvilik və sosial-emosional inkişafdır. Növbəti sual. Deyir ki, uşaqlar konstruktorla ev tikərkən detal çatışmadıqda bir-birinə hissləri ötürür və birgə böyük bir qəsr inşa edirlər. Bu zaman hansı inkişaf sahəsi səriştə və prinsip reallaşır? Konstruktorla ev tikmək uşağın psixomotor bacarığı olduğu üçün burada fiziki inkişaf sahəsi hardasa ola bilər. Amma burada deyir ki, konstruktorla ev tikərkən detal çatışmadığının bir-biri ilə hisslərini ötürür. Baxın, bir-birinə, bir-bir. Birgə, burada söhbət birgəlikdən gedir. Birgə, böyük bir qəsr inşa edirlər. Bu zaman hansı inkişaf sahəsidir? Təbii ki, birgə, bir yerdə olduğu üçün əməkdaşlıq var. Əməkdaşlıq olduğu üçün burada olacaq sosial-emosional inkişaf. Sonra əməkdaşlıq olduğu üçün bu olacaq bizim ünsiyyət bacarığımız. Bu da olacaq şəxsiyyət yönümlülük. Və bir yerdə hər şeyi həll edirlərsə, burada da əməkdaşlıq var. Bir yerdə də əməkdaşlıq səriştəsidir. Deməli, cavabımız olacaq sosial-emosional, əməkdaşlıq, şəxsiyyət yönümlülük. Cavab olacaq D variantı. Növbəti suala baxaq. Deyir ki, uşaq öz fikrini həm sözlərlə, həm də yes və mimikalarla həmyaşına çatdırır. Təbii ki, öz fikrini demək, yes və mimikaları demək sosial-emosional inkişaf sahəsidir. Bunu bilirik. Dostunun kefsiz olduğunu görüb onu sakitləşməyə çalışır. Deməli, burada da söhbət nədən gedir? Ünsiyyətdən, onunla ünsiyyət qurmaq istəyir. Bu da olacaq sosial-emosional inkişaf, ünsiyyət, şəxsiyyət yönümlülük prinsipi. Cavabımız D variantı. Yes və mimika olduğu üçün sosial-emosional inkişafdır. Dostunun kefsiz olduğunu görüb onunla söhbət aparmaq ünsiyyətdir və ünsiyyət bacarığı olduğu üçün bu da şəxsiyyət yönümlülük prinsipidir. Ona görə cavabımız D olacaq.
Növbəti sual deyir ki, məktəbəqədər yaşlı uşaq süfrə arxasında ədəb qaydalarına riayət edir. Yoldaşının fikrini axıra qədər dinləyir və başqalarının hüquqlarına hörmətlə yanaşır. Səriştələri müvafiq sıra ilə qruplaşdırın. Məktəbəqədər yaşlı süfrə arxasında ədəb qaydalarına riayət edir. Ədəb qaydalarına riayət edirsə, burada olacaq şəxsi və sosial məsuliyyət. Çünki artıq ədəb qaydalarına riayət edir. Birincidə şəxsi və sosial məsuliyyətdir. Birdə şəxsi və sosial məsuliyyət. Yoldaşının fikrini axıra qədər dinləyir və başqasının hüquqlarına hörmət etmək. Bu da demokratiya və insan hüquqlarına hörmətdir. Yoldaşının fikrini axıra qədər dinləyib hörmət etmək. Demokratiya insan hüquqlarına hörmətdir. Sonra deyir ki, məktəbəqədər uşaqlar ədəb qaydalarına riayət edir. Ədəb qaydalarına riayət etmək, yoldaşının fikrini dinləmək ünsiyyətdir. Başqasının bu da olacaq demokratiya insan hüquqlarına hörmət. Deməli, cavab B variantı olacaq. Şəxsi və sosial məsuliyyət, ünsiyyət, bir də demokratiya insan hüquqlarına hörmət. Ardıcıllığımız belə olacaq. Birinci olacaq məktəbəqədər yaşlı uşaqların süfrə arxasında ədəb qaydalarına riayət etmək, şəxsi və sosialdır. Yoldaşının fikrini dinləmək, axıra qədər dinləmək. Burada ünsiyyətdir. Başqalarının hüquqlarına hörmətlə yanaşmaq da demokratiya insan hüquqlarına hörmətdir. Deməli, cavab B variantı olacaq. Ola bilər səhvlik olub cavabda, amma cavab variantı B variantı olacaq. Növbəti sual. İki uşaq eyni oyuncaq bölüşdürərkən mübahisə edir. Onlar müəllimin müdaxiləsi olmadan öz aralarında danışaraq sıraya oynama haqqında razılaşır. Problemi həll etməkdə bu. Deməli, problemi özləri həll etdi. Bu zaman hansı inkişaf sahəsi və səriştə nümayiş etdirir? Burada problemi həll etmə var. İki uşaq baxın, eyni oyuncaq bölüşdə mübahisə edirlər, amma öz aralarında müəllim müdaxilə etmədən bunu həll edirlər. Bu problemi həll etmədir. Mübahisə eləmək, həll etmək də sosial emosional inkişafdır və burada da şəxsiyyət yönümlüdür, çünki ünsiyyət. Ona görə cavabımız D variantıdır. Bu asan sualdır. Növbəti 15-ci sualda deyir ki, sinifdə Leylanın çəkdiyi rəsmi səhvən cırır. Leyla bərkdən ağlamağa başlar. Müəllim yaxınlaşaraq Leylaya hisslərini sözlər ifadə etməyi, digər uşağı isə diqqətsizliyin anlayıb üzr istəməyi tövsiyə edir. Situasiya ilə bağlı biri yanlışdır. Baxın, sinifdə Leyla adlı qızdır. Ola bilər ki, başqası Leyla olmasın. Burada Leylanın çəkdiyi səhv. Ola bilər 2 dənə Leyla olsun. Deyir ki, Leylanın çəkdiyi rəsmi səhvən cırır. Baxın, uşağın biri digər uşağın çəkdiyi rəsmi səhvən cırır. Digər uşaq da başlayır ağlamağa. Müəllim yaxınlaşaraq Leylaya hisslərini sözlər ifadə etməyi, digər uşağa isə diqqətsizliğini anlayıb üzr istəməyi tövsiyə edir. Yəni, Leylaya yaxınlaşır, deyir ki, hisslərini desin sözlərlə, yəni empatiya qursun və digər uşaqdan belə deyək də üzr istəsin. Deyir, situasiya ilə bağlı biri yanlışdır. Müəllim uşaqları emosiyaları idarə etmə və münaqişəni dinc yolla həll etmə bacarığını inkişaf etdirir. Bu da doğrudur, çünki hisslərini ifadə etməyi və üzr istəməyi varsa, A variantı doğrudur. B-də deyir ki, Leyla öz emosiyanı idarə edə bilmədiyi üçün müəllim onu cəzalandırmalı və küncə qoymalı. Təbii ki, cəzalandırmaq doğru olmaz. Ona görə yanlış cavab variantımız elə B variantıdır. Növbəti sual. Rəsm məşğələsində uşaqlara yalnız qırmızı və sarı karandaşlar verilir. Lakin onlar ot çəkmək üçün yaşıl rəng almaq istəyirlər. Uşaqlar rəngləri qarışdıraraq yaşıl rəngi necə ala biləcəyini düşünür. Həll yolu tapırlar. Burada problemi həll etmədir, çünki həll yolu tapmaq, rəngləri almaq ümumi olaraq estetik yaradıcı inkişafdır. Və uşaqlar özləri də burada nə edirlər? Yaradıcılıq göstərirlər də, yeni nəsə yaradırlar. Yaradıcılıq səriştəsidir. Deməli, cavab estetik yaradıcı inkişaf, yaradıcılıq səriştəsi və problemi həll etmə var. Cavab olacaq Y variantı. Çünki uşaqlar yeni nəsə yaratmaq istəyirlər. Yaşıl rəngi almaq istəyirlər. Rənglərdən istifadə estetik yaradıcı inkişafdır. Bu da uşağın yaradıcılıq səriştəsidir. Yenilik, yeni nəsə. Və problemi də burada özləri həll eləyir. Ona görə də cavab problemi həll etmə, yaradıcılıq və estetik yaradıcı inkişafdır. Növbəti sualda deyir ki, iki uşaq həyətdə gəzinti zamanı biri qaşdı tutdu, digəri isə qumla oynamaq istəyir.
Tərbiyəçi onlara hər iki fəaliyyət növü ilə etməyə təklif edir və uşaqlar bu şərtlərə razılaşırlar. Hansı inkişaf sahəsi və səriştə formalaşır? Burada uşaqlar özləri razılaşırlarsa, sosial-emosional inkişaf təbii ki formalaşıb. Çünki uşaqlar belə deyək, özləri belə deyək bilirlər və burada uşaqlar nə edirlər? Baxın, iki uşaq həyətdə gəzinti zamanı biri qaş tutdu, digərisi qumla oynamaq istəyir. Tərbiyəçi onlara hər iki fəaliyyət növü ilə etməyi təklif eləyir. Yəni uşaqlar da bu şərtlə razılaşır ki, mən hər ikisi ilə oynayım. Artıq qərar qəbul etdilər müstəqil. Deməli, burada qərar qəbul etdikləri üçün qərar qəbul etmə səriştəsidir və sosial-emosional inkişafdır. Cavab olacaq D variantı. Növbəti sual. Müəllim uşaqlara üzərində müxtəlif peşə alətləri olan kartlar paylayır. Hər bir uşaq öz kartındakı əşyanın nə üçün vacib olduğunu digər yoldaşlarına izah edir. Deməli, əməkdaşlıq var burada. Uşaqlarda hansı səriştə formalaşır? Təbii ki, burada əməkdaşlıq ola bilər hardasa, amma baxın. Müəllim uşaqların üzərindən müxtəlif peşə alətləri olan kartlar paylayır. Hər bir uşaq öz kartlarındakı əşyanın nə üçün istifadə olunduğunu, oxşar fərqli cəhətlərini uşağa izah edirsə, burada tənqidlik var və izah etməkdə ünsiyyətdir. Yəni, izah edir, ünsiyyətə girir. Ona görə cavab tənqidi və ünsiyyət səriştəsidir. Çünki burada müəllim kartları paylayır və kartların nə üçün vacib olduğunu uşaqlara izah edir. Yəni, səbəbini deyir, nəticəsini deyir. Ona görə tənqididir, tənqidi səriştədir. Müəllim uşaqlara üzərində müxtəlif peşə alətləri olan kartlar paylayır. Hər bir uşaq öz kartına əşyanın bunu dedik. Növbəti suala keçək. Tərbiyəçi uşaqlara qarışıq fiqurlar verir və onları həm rənginə, həm də formasına görə təsnifləşdirmək. Təsnif edirsə bu da tənqididir. Çünki təsnif edir axı. Uşaqlar diqqətlə qaydaları dinləyir və qaydaları dinləyirsə burada da ünsiyyətə girir də, ünsiyyətdir. Tənqidi ilə ünsiyyət olacaq. Deməli, tərbiyəçi uşaqlara qarışıq fiqurlar verir və onların həm rənginə, həm də formasına görə təsnifləşdirməyə tapşırır. Təsnif edirsə bu tənqidi səriştədir. Uşaqlar diqqətlə qaydaları dinləyir və tapşırığı münasibə yürüdərək icra edirlər. Artıq burada da ünsiyyətdir, ünsiyyətə girirlər, əməkdaşlıq edirlər. Cavab burada olacaq Y variantı. Ola bilər səhvliyi var, yenə də deyirəm cavablarda. Əsl cavab burada Y variantıdır. Tənqidi ünsiyyət. Müəllim uşaqlara plastirdən heyvan fiqurları düzəltməyi tapşırır. Deməli, burada avtomatik olaraq yaradıcılıq səriştəsidir. Bunu bildik. Bəzi uşaqlar nə edəcəyini bilməyib duruxurlar. Müəllim onlara istiqamət verir, nümunə göstərir və uşaqlar həvəslənərək işə başlayırlar. Müəllim uşaqlara plastirdən heyvan fiqurları düzəltməyi tapşırır. Burada yaradıcılıq səriştəsidir. Bəzi uşaqlar nə edəcəyini bilməyib duruxurlar. Müəllim onlara istiqamət verir, nümunə göstərir. Uşaqlar da həvəslənərək işə başlayırlar. Deməli, uşaqlar qərar qəbul edirlər ki, biz bu işə başlayaq. Qərar qəbul etmə səriştəsidir. Bu da estetik yaradıcı inkişafdır. Cavab olacaq Y variantı. Qrup layihəsində uşaqlardan biri ona verilən tapşırığı tək başına edə bilmir. Lakin utandığından kömək də istəmir. Müəllim bunu hiss edib uşağa istiqamət verir və onu müstəqil işləməyə, müstəqil öyrənmə, burada müstəqil öyrənmədir. Çünki müstəqil işləməyə həvəsləndirir, uşaq müstəqil işləyir. Və uşaqların biri ona verilən tapşırığı tək başına edə bilmirsə, lakin utandığından kömək də istəmir. Müəllim bunu hiss edib uşağa istiqamət verir və müstəqil işləməyə həvəsləndirir. Burada cavab müstəqil öyrənmə səriştəsidir. Layihə olduğu üçün ola bilər yaradıcılıq olsun. Cavab yaradıcılıq və müstəqil öyrənmədir. Y variantı. Amma yaradıcılığı da biraz fərqli, səhv ola bilər burada. Doğru cavab Y variantı kimi götürə bilərik bu sualda. Müstəqil öyrənmə var deyə, müstəqil öyrənmədə bir dənə Y variantındadır. Ona görə cavab burada Y-dir. Növbəti sual. Deyir ki, azad oyun zamanı uşaq kənarda oturub heç kimlə ünsiyyət qurmur.
Azad oyun, yəni müstəqil oyun zamanı uşaq kənarda oturur, heç kimlə ünsiyyət qurmur. Müəllim ona yaxınlaşaraq səbəbini soruşur. Uşaq isə fikirlərini sözlə ifadə etməkdə çətinlik çəkir. Uşaqda hansı bacarıq zəifdir? Deməli, sözlərlə ifadə edə bilmirsə, uşağın kommunikasiya, yəni kommunikativ bacarığı zəifdir. Ona görə cavab C-dir. Avtomatik sözlərlə ifadə edə bilmir. 23. Müəllim məşğələdə uşaqlara məntiqi təfəkkürü inkişaf elətdirən taxmaca və məntiqi suallar təqdim edir. Bu idraki inkişafdır. Müəllim uşaqlarda hansı bacarıq və prinsipi formalaşdırır? Deməli, uşağa tapmaca verir, uşaq müstəqil olaraq tapmacanı tapır və yaxud da problemi həll edir uşaq. Bu idrakla şəxsiyyət yönümlüdür. İdrakla şəxsiyyət yönümlü digər cavab variantından A-la B variantıdır. B variantında şəxsi və sosial məsuliyyətdir. Burada şəxsi və sosial məsuliyyətdən söhbət getmir deyə taxmacanı həll edir uşaq. Taxmacanı həll edirsə, deməli problemi həll etməlidir. Ona görə cavab olacaq A. Növbəti 24. Müxtəlif ölkələrdən və milli mənsubiyyətlərindən olan uşaqların bir bağça mühitində bir yerdə oynaması dünyəvilik prinsipidir. Bu da sosial-emosional inkişafdır. Bu da əməkdaşlıqdır. Bu asandır. Müxtəlif xalqlar, əməkdaşlıq deyil axı. Müxtəlif xalqlar olduğu üçün mədəni müxtəlifliyə hörmətdir. Deməli, burada cavab olacaq, biz avtomatik olaraq dünyəvilik ilə əməkdaşlığı gördük, sosialı gördük. Sosialla dünyəvilik var. Sosialla dünyəvilik var deyə B variantı çıxdı, C variantı çıxdı, D variantı çıxdı. Cavab qaldı Y-nin A-da əməkdaşlıq var, Y-də isə mədəni müxtəlifliyə hörmət. Müxtəlif ölkələrdə mənsubiyyəti olan uşaqların bir yerdə oynaması da mədəni müxtəlifliyə hörmətdir. Ona görə cavabımız olacaq Y variantı. Növbəti sual. Tərbiyəçi uşaqlara dipçəklərə gül əkməyi tapşırır. Uşaqlar əvvəlcə torpağı tökməkdə çətinlik çəksələr də bir-birlərinə kömək edərək, kömək varsa əməkdaşlıqdır. Gül əkirlər və su verirlər. Deyir, uşaq təbiət əməyi fəaliyyəti yerinə yetirir. Təbii ki, əmək varsa, əkin işi varsa, bu təbiət əməyidir, doğrudur. Uşaqlar fiziki və əmək fəaliyyəti ilə məşğuldurlar, bu da doğrudur. Fiziki fəaliyyət burada uşaqların hərəkətidir, əmək fəaliyyəti də var, estetikdir. Uşaqlarda əməkdaşlıq bacarığı formalaşır, bir yerdə eləyirlərsə, bu doğrudur. Uşaqlarda problemi həll etmə bacarığı formalaşır. Tərbiyəçi uşaqlar dipçək gül əkməyi tapşırır. Uşaqlar əvvəlcə özləri bir-birinə kömək eləyərək problemi həll eləyirlər. Səhvdir, burada praktiki biliklərdir, nəzəri biliklər deyil. Ona görə cavab Y variantıdır elə. Növbəti, inklüziv təhsil yanaşmasının əsas mahiyyəti nədir? Əlilliyi olan uşaqların xüsusi qapalı müəssisədə. Təbii ki, A variantı səhvdir. Əlilliyi olan uşaqların xüsusi qapalı müəssisədə olması düzgün deyil. Bütün uşaqların birgə təhsil alması cavab olacaq B variantı, elə cavabınız. Digərləri, məhdudlaşdırmaq fikri səhvdir. Bütün uşaqlar vahid tək standart səhvdir. Yalnız yüksək əqli göstərici, bu da səhvdir. Doğru cavab olacaq B variantı, bu da asan sualdır. Tippi model və sosial model müqayisədə deyir, yanlışdır. Tippi model mənfilərdir, sosial model müsbətlərdir. Tippi model diqqət uşağın çatışmazlığına və müalicəsinə yönəldir. Deməli, yəni uşağın çatışmazlığına yönəldir, düzdür. Yəni uşağın deyir ki, uşaqda autizm var, onu göndərirəm, artıq getsin, o müalicə olunsun, gəlsin. Bu doğrudur. A variantı doğrudur. A variantı səhv deyil, mənfi haldır. Maneələri uşaqda deyil, cəmiyyətdə və mühitdə görür. Sosial model, bəli, maneələri cəmiyyətdə görür. Deyir ki, cəmiyyət dəyişməlidir, uşaq yox. B variantı doğrudur. Tippi model uşağın cəmiyyətə tam inteqrasiya əsas hədəfi səhvdir. Tam inteqrasiya yoxdur burada. İnteqrasiya var, amma tam söz yoxdur. Ona görə cavab variantımız C variantı olacaq, doğru cavab. Sosial model mühitin uşağın ehtiyaclarına uyğunlaşdırılmasını müdafiə edir. Bu doğrudur. Tippi model uşağı xəstə kimi baxır. Bu da doğrudur. Doğru cavab C variantı olacaq. Növbəti sualımıza keçək. Tippi və sosial modellər haqqında veriləndən biri yanlışdır. Tippi model uşağın cəmiyyətə inteqrasiyasını təmin edir. Doğrudur. A variantı doğrudur. Tippi model inteqrasiyanı təmin edir, amma tam təmin etmir. Müəyyən mənada inteqrasiya ola bilər. A variantını hələ ki saxlayaq. Sosial model uşaqların cəmiyyətlə qarşılıqlı münasibətini təmin edir. B doğrudur. Tippi model uşaqların müalicə və terapiya dəstəkləyir.
Uşağı müalicə eləyir, tibbi model müalicə eləyir. Doğrudur. Sosial mediada uşaqların məhdudlarından asılı olmadan dəstəkləri doğrudur. Tibbi model uşaqların məhdudlarına görə kənarlaşdırır. Bu da doğru. Cavab burada olacaq. İnteqrasiyanı tam inteqrasiya etmir. Ona görə A variantı olacaq. Çünki inteqrasiya o qədər də inteqrasiya eləmir. Müəyyən qədər az miqdarda eləyir. İnteqrasiya var. Əslinə qalsa bura cəmiyyətdə tam söz yazılmalı. Tam söz yazılmayıb deyə biraz qarışıqlıq var bu sualda. Amma A variantı uyğun gəlir. Doğru cavab A'dır. Yəni inteqrasiya olmur tam. Növbəti deyir ki, tibbi və sosial modelə baxış bucağına deyə də bilmədim, üzr sayın. Tibbi və sosial modellərin baxış bucağına aid yanlış mülahizəni tapın. Tibbi model uşaqların müalicəsində əsas fokus pozuntuların qarşısının alınmasıdır. Sosial model uşaqların müalicəsində əsas fokus cəmiyyətə inteqrasiya edilməlidir. Tibbi model uşaqların müalicəsində əsas fokus normallıq və məhdudluq arasında ayrım etməkdir. Səhvdir burada. Ayrım eləyir, düzdür. Sosial model uşaqların müalicəsində əsas fokus fiziki məhdudların qarşılamaqdır. Səhvdir. Məhdudiyyəti ümumiyyətlə baxmır. Tibbi sosial model. Ona görə cavab variantımız D variantı olacaq. Deyir ki, yemək zamanı tərbiyəçi hər uşağa bir şirə qutusu paylayır. Nihat səbir etməyərək yanındakı uşağın şirəsini çəkib alır. Bu situasiyada tərbiyəçi hansı davranışı doğru hesab olunur? Nihat cəzalandırmaq və şirədən məhrum etmək. Təbii ki, bu düzgün olmaz. Biz Nihatı cəzalandırırsaq, bu düzgün addım olmaz. Uşaqlar müzakirə edərək paylaşmaq lazım olduğunu öyrənməlidirlər. Bu doğrudur. Uşaqlar müzakirə edərək paylaşmağın vacib olduğunu deyə bilərlər. Uşaqlar müəllimə müraciət edərək əlavə bir dilim daha almağın yollarını soruşmalıdırlar. Uşaqlar növbə anlayışını və başqası haqqında hörmət etməyi, müzakirə etməyi, bu da doğrudur. Digər uşağa da Nihatın şirəsini almağı tapşırmaq. Bu suala bir dəqiqə yaxşı nəzər salaq. Çünki qarışıqlıq var. Baxın, yemək zamanı tərbiyəçi hər uşağa bir şirə qutusu paylayır. Nihat səbr etməyərək yanındakı uşağın şirəsini çəkib alır. Hansı davranış doğru hesab olunur? Nihatı cəzalandırmaq doğru deyil. Bunu bildik. Uşaqlar müzakirə edərək paylaşmaq lazım olduğunu öyrənməlidirlər. Təbii ki, paylaşmağın lazım olduğunu öyrənməlidirlər. Bunu saxladıq. Uşaq müəllimə müraciət edərək əlavə bir dilim daha almağın yollarını soruşmalıdır. Bu doğru olmaz. Uşaqların növbə anlayışı və başqalarının haqqında hörmət etməyə, müzakirə etməyə, bu da doğrudur. Digər uşağın Nihatın şirəsini almağı, bu da səhvdir. Cavab ya B variantıdır, ya D variantıdır. B variantında sadəcə müzakirə edərək paylaşmağın lazım olduğunu öyrənirlər. Amma D variantında burada növbə gözləmək, yəni növbə pozulması var, növbə anlayışı var. Növbə anlayışı, uşaqlarda növbə anlayışını birinci formalaşdırmalıdır tərbiyəçi və başqasının haqqında hörmət etməyə, müzakirə etməlidir tərbiyəçi. Daha sonra paylaşmağı, yəni bu iki məqamdan sonra paylaşmaq gəlir. Paylaşmaq üçüncü gəldiyi üçün B variantı bizim səhv variantımızdır. Doğru cavab olacaq D variantı. (31-ci sual). Tərbiyəçi günün birinci yarısında uşaqlara sərbəst seçim imkanı yaradır. Təbii ki, sərbəst seçim imkanı varsa, burada cavab uşaq yönümlü idi. Bu sual asandır. 32-ci sualda. Məktəbə qədər təhsilin sonunda uşağın əldə etməli olduğu bilik, bacarıq və vərdişlər əvvəlcədən müəyyən olunubsa, təbii ki, nəticə yönümlülük prinsipidir. 33-də. Uşaq plastilindən meyvə fiqurları düzəldərək almanın yumruğu, bananın isə uzunsov olduğunu müqayisə. Uşaq düzəldib müqayisə aparır. Müqayisə etmək idraki inkişafdır. Ona görə cavabımız A'dır. Növbəti sual. Uşaq qayçı ilə kağızı xətt boyunca kəsir, xırda detalları yapışdırır. Bu fəaliyyət hansı motorikanın inkişaf sahəsinin göstəricisidir? Təbii ki, qayçını xətt boyunca kəsirsə, burada kiçik motorika fiziki inkişafdır. Doğru cavabımız A variantıdır. Asandır bu da. 35-də. Tərbiyəçi uşaqlara yoldan keçərkən işıqforun qaydalarına əməl etmək. Burada da fiziki inkişafdır. İşıqforun qaydaları var.
Mən öz oyuncaqlarımı toplaya bilərəm. Çünki mən artıq böyümüşəm deyən uşaqda hansı səriştə formalaşır? Burada şəxsi və sosial məsuliyyətdə artıq uşaq bilir ki, mən böyümüşəm, mənim məsuliyyətim var. Mən öz oyuncaqlarımı yığa bilərəm. Ona görə cavab şəxsi və sosial məsuliyyətdir. Müəllim uşaqlara nağıl oxuduqdan sonra soruşur: Sizcə tülkü hansı səhv hərəkəti etdi? O başqa necə hərəkət edə bilərdi? Burada artıq oxşar fərqli cəhətlərini tapmaq ona görə tənqid təfəkkürdür. Baxın, sual verir, cavab verir. Sual verib cavab verirsə uşaq, bu tənqid təfəkkürdür. Yəni informasiyanın oxşar fərqli cəhətlərini tapmaq. Növbəti, məktəbəqədər təhsil, varislik nədir? Varislik təhsil proqramlarının belə deyək, ardıcıllığının təmin olunmasıdır. İbtidai təhsilin arasında körpü rol oynayır. Ona görə A variantıdır. Təhsil məzmununun 39-dur. Uşaq gəzinti zamanı yerdə sürünən qarışqanı izləyir, onun hara getdiyini və nə daşıdığını maraqla müşahidə edərək müəllimə sual verir. Təbii ki, bu ətraf aləmlə tanışlıq məşğələsidir və idraki inkişafdır. Bu da sadə bir sualdır. Müşahidə var. Tərbiyəçi sinifdə uşaqlar arasında milli atributlar, bayraq, himn, gerb varsa, burada cavab Azərbaycançılıqdır. Hansı prinsip və səriştədir? Azərbaycançılıq burada da olacaq, deməli, Azərbaycançılıqdır. Səriştə olaraq milli kimliyə hörmətdir. Milli kimliyə hörmət. Burada milli kimliyə hörmət yoxdur deyə, bu sualda biraz səhvlik var. Baxın. Bu sual səhvdir. Niyə görə səhvdir deyim sizə. Tərbiyəçi sinifdə uşaqlar arasında milli atributlar haqqında söhbət aparır, dövlət rəmzlərinə hörmət alışırlarsa, bu Azərbaycançılıq prinsipidir. Amma səriştə olaraq bizim şəxsiyyət görünmüş səriştəmiz yoxdur axı. Bu necə olsun ki? Bu milli kimliyin dərki səriştəsidir. Milli ixtisar səriştəsi. Odur. Ona görə də bu sualda Azərbaycançılıq götürəcəyik. Bir dənə Azərbaycançılıq burada deyə A variantı yazırıq. Amma səriştə, şəxsiyyət görünümlü səriştəsi yoxdur. Yəni səriştə sözü səhvdir burada. İnklüziv təhsil mühitində eşitmə məhdudiyyəti olan uşaq üçün tərbiyəçi hansı strategiyanı seçməlidir? Təbii ki, burada vizual kartlar göstərir. Yes-də, mimikadan, şəkilli kartlardan geniş şəkildə istifadə edir. 42-də. Uşaq qarşıdakı fərqli ölçülü qutuları böyükdən kiçiyə doğru sıranı pozmadan düzür. Təbii ki, bu idraki inkişaf sahəsidir. Uşaqlarda hansı bacarıqdır? Seriasiya, çeşidləmə. Cavab olacaq seriasiya, idraki inkişaf. Seriasiya nədir? Seriasiya ardıcıllığa düzmək. Məsəl üçün, biz hər hansı bir piramidaları tutaq ki, böyükdən balacaya iç-içə düzürük. Məsəl üçün, qazan. Böyük qazan, balaca qazan, ən balaca qazan. Onların iç-içə düzülməsi. Məsəl üçün, bir böyük qazanı düzürük. Daha sonra balaca qazan, daha sonra yap balaca qazan. Yəni, böyükdən kiçiyə hamısını düzmək. Bu olur seriasiya. Və yaxud da kuklalar var idi. Kuklaları düzmək. Və s. 43-də. Deyir ki, uşaq öz şəxsi gigiyena qaydalarını müstəqil əməl edir. Gigiyena qaydası varsa fiziki inkişafdır. Bunu bilirik. Sadə sualdır. 44-də. Mən bugün konstruktordan körpü tikə bilmədim. Amma sabah gün fərqli bloklardan istifadə edib yenidən yoxlayacam. Bu uşaqda deməli, hansı xüsusiyyət formu? Özünü tənqid və əzmkar müstəqil öyrənmədir. Yəni, artıq uşaq özünü tənqid edir ki, bugün elə bilmədim, amma sabah eləyəcəm bunu. Biri məktəbəqədər təlimdə tətbiq edilən didaktik prinsip deyil. Təbii ki, subyektivlik prinsipi yoxdur. 9 didaktik prinsipimiz var. Onların içində subyektivlik yoxdur. Tərbiyəçi uşaqlara müxtəlif musiqi alətlərinin səsini dinlədir və hansı alətin səsləndiyini tapmağı tapşırır. Bu zaman uşaqlardan hansı hissiyat və təbii ki, burada estetik yaradıcı inkişafdır. Estetik yaradıcı inkişafdır. Uşaq burada hiss edərək tapırsa, idraki inkişaf, sensor inkişafdır. Bu da eşidir həm də, eşitmə qavrayışı. Cavabımız olacaq, baxın. Uşağa müxtəlif musiqi alətlərinin səsini dinlədir. Uşaqlar hiss edərək tapırsa, bu idrakdır. Sensor inkişaf.
Və burada da musiqini tap bax, musiqi olduğu üçün estetikdir. Və həm də uşaq nə edir? Eşidir. Ona görə cavabımız A olacaq. 47. Sosial emosiya inkişaf sahəsinə aid olan əsas və alt standart bacarıq hansıdır? Özünü və başqalarını dərk etmə, emosiyalarını idarə etmə, sosial münasibət qurmaq. Bu ilə bağlı olacaq. Ümumiyyətlə, belə bir standart yoxdur. Bu sualda yenə də səhvlik var. Amma yenə də özünü dərk etmək, emosiyalarını idarə etmək sosial olduğu üçün biz götürürük. Amma bu sualda da yenə də səhvlik var. Deyim, çünki belə bir bizim standartlarımız yoxdur. 48. Uşaqların fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına riayət olunması, iti və kəsici əşyaların ehtiyatlı rəftar edilməsi hansı inkişaf sahəsidir? Təbii ki, bu da fiziki inkişafdır. 49. Tibbi modelə əsasən xüsusi qayğıya ehtiyacı olan uşağın təhsildə əsas problemi harda götürülür? Uşağın fiziki və əqli çatışmazlığı. Yəni, diaqnozu əsas götürülür burada. Və sonuncu sual. Uşaq başqa bir uşağın yıxılıb dizini incitdiyini gördükdə yanına qaçır, onu sakitləşdirməyə çalışır və tərbiyəçini köməyə çağırır. Burada sosial emosiyanal inkişaf və empatiyadır. Bu da doğrudur. Deməli, 45 sual düzdür. Səhv cavabın sayı 4 oldu. Boş qoyulan 1. Cavabı baxaq görək hansıdır. Aha, 24-cü sualı boş saxlamışıq. Mədəni müxtəliflik cavab. 24 düz etdi. Mədəni müxtəliflik, dünyəvilik. Bunu demişdik. Nəsə səhvən olub, bunu boş saxlamışıq 24-ü. Aha. Bayaq dediyimiz məsələ tərbiyəçi uşaqlara qarışıq fiqurları verir və onların həm rənginə, həm də formasına görə təsvirləşdirməyi tapşırır. Uşaqlar diqqətlə qaydalara riayət edir və tapşırığı mülasibə yürüdərək icra edirlər. Düzgün cavab tənqidlik və yaradıcılıqdır. Biz səhv yazılıb Y yazmışıq 19-da. 19-a baxarıq. 13-ə baxarıq. 19 7 19 ilə 13 səhvdir bizdə. Məktəbə qədər süfrə arxasında ədəbi qaydalarına riayət edir. Hə, bunun ardıcıllığı səhv idi. Mən dedim ki, burada səhvlik var. Burada birinci şəxsi sosial məsuliyyətdir, sonra ünsiyyətdir, sonra demokratiya, insan hüquqlarına hörmət. Yəni 13-cü sual özü səhvdir, bu heç. Sonra tərbiyəçi sinifdə müxtəlif haqlar var idisə, dediydi, burada da estetik yaradıcı, yox, müxtəlif haqlar var idisə, burada sosial idi, tolerantlıq var idi, sosial idi, fiziki yazmışdı 15-də, 5 səhv idi. Deməli, 5 ilə 13 səhvdir, yadda saxlayıyorum, 5 ilə 13 səhvdir. Bir də ondan başqa biri var idi, 19 etdi deyəsən. 19-da da uşaqlara qarşı fiqurlar verir və onlar həm rənginə, həm də formasına görə təsvirləşdirməyə tapşırır. Uşaqlar diqqətli qaydaları dinləyir və tapşırığı mülasibə yolda icra edirlər. Tənqidli yaradıcılıqdır. Hansı tapşırıq? Burada cavab tək tənqidlilik olmalıdır. Ona görə mən də bunu da demişdim. Yaradıcılığından söhbət gedə bilmir, amma ola bilər ki, götürülüb yaradıcılıq. Yenə də bu sualda da tənqidlik cavabı daha doğrudur. 19-cu sualda. 19-cu sualda biz tənqidi ünsiyyət götürmüşdük deyəsən. Y. Cavab, ola bilər əlimiz səhv deyib. Yəni də burada cavab tənqidli yaradıcılıqdır. Yəni tənqidlik var. Uşaqlar diqqətlə qaydaları dinləyir və tapşırığı mülasibə eləyirlərsə, burada cavab ünsiyyətdir də, dinləmək var. Cavab burada Y variantıdır. Yəni biz düz götürmüşük. Yadda saxlayın. 19-cu sualın cavab variantı Y variantıdır. 19-da səhv götürülüb. Yəni 3 sualda səhv eləmirəmsə səhvlik oldu. 12-ci sualda deyəsən səhvlik oldu. Bir də neçənci sual idisə 5-ci sualda fiziki inkişaf sözü var. Dünyəvi ilə fiziki inkişaf sözü. Fiziki inkişaf deyil, bu sosialdır. Ona görə bu sualda səhvlik var idi. 12-ci sualda səhvlik oldu yenə də. Qaydalara əsasən
Ardıcıllıq səhv idi. Səhv eləmirəmsə 12 idi, 13 idi, hansı idi? Hə, 13-cü sual. 13-cü sualda səhvlik oldu. Birinci şəxsi sosial məsuliyyət, sonra ünsiyyət, sonra demokratiya insan hüquqları idi. Ardıcıllıq belə olmalı idi. Yəni cavab burada B variantıdır, amma cavab variantı Y variantı götürülüb. Bir də 19-cu sualda cavab variantı Y idi. Yəni 19-da doğru cavab Y idi. 13-cü sualda doğru cavab B idi. 5-ci sualda isə doğru cavab dünyəvilik ilə sosial olmalı idi. Cavab D variantı olmalı idi. Burada səhv götürülüb. Deməli, 3 sualın cavab variantında səhvlik var. Qalanlar isə düzdür. Yoxlayanda buna baxarsınız. Bu qədər.